Hər vaxtınız xeyir olsun. Demək, bugün düşən sualların izahına başlayıram. Blok suallarının izahıdır. A parametrin hansı qiymətlərinin köklər qarşılıqlı tərs ədədlər? Qarşılıqlı tərs ədədlər olması üçün köklər hasili x1 vuraq x2 1-ə bərabər olmalıdır. Köklər hasili mənfi b bölü deməli c bölü a düşürür da. 3a plus 4 bölək a bərabər olmalıdır 1-ə. 3a plus 4 bərabərdir a-ya. Buradan 2-ə bərabər mənfi 4-ə, a bərabər mənfi 2-yə. Doğru cavab mənfi 2-dir. Sonra loqaritmik bərabərsizliyin həlli. Deməli, bunu loqaritm x-ə t desəm, gör nə alıram? T kvadrat plus t minus 2 böyük 0-dan. Bunun kökləri 1-1'dir. T minus 1 vuraq. T plus 2, bir də mənfi 2'dir. Böyük 0-dan. Ədəd oxunu çəkdim. Mənfi 2 və 1. İşarə elədim. Müsbət, mənfi, müsbət. Deməli, bir T kiçikdir mənfi 2-dən. Bir də T böyükdür 1 şərti ödənməlidir. Buna görə nə alıram? Loqaritma x kiçikdir mənfi 2. Buradan alıram x kiçikdir 0,1. 10 üstü mənfi 2. Bir də eləcə x böyükdür birdən, x böyükdür 10 eləyir. Təbii ki, x 0-dan da böyük olmalıdır. İndi x 10-dan böyük olmalıdır və x bir də 0-dan böyük olmalıdır. Təbii ki, bu 0-dan böyük olub və %1 cavab D variantıdır. Bura gəlirəm, bərabərsizliyi həll elə. Bu bərabərsizliyin həlli nədir? Burada kvadratdır. X 1 ola bilməz təbii ki. Birdən fərqlidir. Bu heç məxrəcə görə. Bura həmişə müsbətdir. Bu da həmişə müsbətdir. Qaldı. Bu da müsbətdir. Qaldı bu müsbət olmalıdır. X kvadrat minus x plus 5 olmalıdır. Kiçik bərabər 0-dan. Bunun kökləri nədir? D bərabər 1 minus 20 0-dan kiçikdir. Bu heç vaxtı nə 0 ola bilməz. Bu da həmişə müsbət ədəddir. Deməli, burada nədən söhbət edə bilər? Yalnız və yalnız x bərabər 2 bunun həlli ola bilər. X bərabər 2. Bərabərlik halına görə yalnız və yalnız Y variantıdır. Növbəti sual. ABC üçbucağında AB bərabərdir BD-yə. Bu bərabər yanlış bucaqdır. Nə deməkdir bu? Bu bucaqlar eynidir. AC də BC-yə bərabərdir. Bu tərəfdə bu tərəfə bərabərdir. Bu da buna bərabərdirsə, bu bucaqla onda bu bucaqlar eynidir. Bu bucaq. AD 3'dür. AD bura 3'dür. DC 9'dur. Bura 9'dur. 3, 9, 12. Burada 12'dir. ABC üçbucağının perimetrini istəyir. Demək, burada bu məsələdə nəyi düşünmək lazımdır? ABC üçbucağı ilə üçbucaq DBC-də x qəbul edirəm bunu. AB-yə x deyirəm, BD-yə x deyirəm. C bucağı ortaqdır. Kosinuslar terimini yazacağım. Kosinuslar terimində demək, x-in böyük üçbucağı üçün x-in kvadratı bərabərdir. Bura 3, 9, 12, burada 12'dir. 12'nin kvadratı plus 12'nin kvadratı və bu qaydını yazdım, aldım belə bir tənlik. Digər tərəfdən üçbucaq BDC-dən yazıram, x kvadrat bərabərdir. Belə. Bunlar bərabərdir, deməli sağlar da bərabər olacaq. Onda nə alıram? Burada demək 81, 144 cəmi. 81 ilə 144'ün cəmi 225 çıxaq 12 18'ə bir-birinə vuranda deməli 216 vuraq kosinus C. Sollar bərabər, sağlar da bərabər olacaq. Buradan kosinus C tapılır, bərabərdir. Kosinus C-ni tapıram buradan. Kosinus C-ni tapanda nə alıram deməli?
deməli bunları bərabərləşdirsəm. Daha tərəf-tərəfə çıxa da bilərəm. Bundan bunu çıxanda nə qalır? Bura 0 eləyir, bərabər. Burada 3 eləyir, burada 63 çıxaq. Bundan bunu çıxanda nə eləyir? Deməli 2, bu da 72 kosinus C. Buradan kosinus C bərabərdir. 63 bölək 72-yə bu da eləyir. 9-a ixtisar gedəndə 8-də 7. Deməli kosinus C 8-də 7 imiş. İndi kosinus C-ni yerinə 8-də 7 yazıb da məsələni həll edəcəm mən. Onda yerinə x kvadratı bərabərdir. 288 çıxaq, 288 vuraq, 8-də 7. Bu da 8-ə ixtisar gedəcək. 288-i çıxarsam, 1 çıxaq 8-də 7, o da 8-də 1 edir. Bunu da 8-ə ixtisar eləsəm, 28-i 8-ə böləndə 3 dəfə 48 o da 6, 36 eləyir. Deməli x 6 imiş. Deməli bura nə oldu? 6 oldu. Burada onda 6. Mənə perimetr soruşur. Onda p bərabərdir. 6 plus 12 plus 12. Cavab elədi 30. Doğru cevabım oldu 30 Y variantı. Tamam. Növbəti sual. Demək bu sual biraz mürəkkəb görsənir, amma bir şey deyim sizə. 3 vuraq 7-nin sonu 1 ilə bitir də, düz deyil. Burada 3 və 7 vurulur. Elə eləmək lazım ki, burada bunlar 0 olsaydı, yəni bu 1 olsaydı, deyək ki belə də 16 plus 5m 1 olsaydı bu yaxşı idi. 1 ola bilmir, m naturaldır. Bu birisi də 1 olsa yaxşı, amma 1 ola bilmir. İndi necə edək ki, belə yaransın? 3-ün ümumiyyətlə vuruqlarına baxıram mən. 3-ün 1 vuruğu 3'dür, 3'dür, 1 3'dür. Sonra 9'dur. Sonra 27'dir, sonra 81'dir. Deməli, neçənci vuruq təzədən axırda 1 yaradır. İndi 7'nin vuruqlarına baxıram. 7'nin birinci vuruğu 7, ikinci vuruq 9 ilə bitir, üçüncü vuruq 3 ilə bitir. Dördüncü vuruq təzədən 1 ilə bitə bilir. Düz deyil. Dördüncü vuruq 1 ilə bitə bilir. Deməli, bu ədəd 1 ilə bitir. Deməli, bu ədəd bura 1 ilə bitməsi üçün bu 4'ə bərabər olmalıdır. Deyək ki, bu da 1, 2, 3, 4'ə. Bu da 4'ə bərabər olanda yenə 5'ə bölünmür. Elə bir ədədlər seçməliyəm ki, bu şərtlər ödənsin. Bu nə vaxt ola bilər? Bir də dövran davam eləsə, 3 vuraq 7 də axırı 1 ilə bitir. Məsələn, burada da 1 ilə bitir, burada da 1 ilə bitir. Burada da yenə 1 ilə bitir. Deməli, bunun hər hansı vuruqları hamısı 1 ilə bitir. Amma elə eləyək ki, bu şərtləri ödəsin. Yəni, burada natural qiymətlər çıxsın da. M natural ədədlər olsun. Yəni, bu şərti ödəyəndə. Deməli, M onda hansı qiymətdə ödəyir? M4 olsa, deməli, M3 olanda, N isə 1 olanda, deməli, N4 olanda ümumi qiymətlər yarana bilər. Deməli, biri 3, biri isə 4 olanda bu vəziyyət yarada bilər. 3 olanda, bu da 1 olanda. Deməli, cavab 4'dür. Amma bir şey var da. Biri 4'dür, birisi 3'dür, 1'dir. Cəmi hökmən belə verməlidir. Amma necə etməli? Onun vuruqlarını ayırmaqla da yazmaq olardı. Tamam. Ümumi cavab 4'dür. Belə. Sonra gəldim bura. Parabolun təpə nöqtəsi 4-cü rübə. 4-cü rübdə olması üçün, burada olması üçün bu qraf belə getməlidir. Deməli, bunun M-idir, bir də N-idir. M-i müsbət olmalıdır, N amma 0-dan kiçik olmalıdır. Tamam mı? Burada indi nə vəziyyətdir? X A müsbətdir, A böyükdür 0-dan. M-in tuturu da belədir, mənfi B bölə 2 adı tuturu. Yerini qoyacağım burada. Mənfi B bölək, B-nin yerində durur 2 vuraq, K-5 bölə 2. Bu olmalı, deməli, böyük 0-dan. Onda buradan alınır ki, 2'lə getdi. Deməli, K-5 onda kiçik 0 olmalı, K kiçik 5 olmalıdır.
K-nın hansı en büyük tam qiymətini? Deməli, K bərabər nə olmalıdır? K bərabər 4 olanda parabolanın təpə nöqtəsi 4-cü nöqtədə yerləşir. Yoxlaya bilərik. 4 olsa. Deməli, x kvadratı fx bərabər üstə gələk 2x üstə gələk 16. Görək ödəyirmi? Deməli, bunun təpə nöqtəsi 2x plus 2 bərabər 0, x bərabər -1. X'in yerinə K-nın yerini 4 yazanda burada çıxaq olur, bağışla. Çıxaq olursa, onda burada çıxaq olur və K bərabər 1 edir. Deməli, x 1'dir. 1 olanda, x'in yerini 1 yazanda ödəməlidir bunu. Deməli, burada m böyükdə 0 olmalıdır, n də kiçik 0 olmalıdır. M-in qiyməti m bərabərdir -b bölü 2 adı üstü. Bu da verir mənə -b. 2 vuraq, k çıxaq 5 bölü 2. Buraya qısa gedir, böyükdür 0 olmalı. Deməli, k çıxaq 5 kiçik 0 eləyir, k kiçik 5 eləyir. Bir də n də yazsam, n bərabərdir 4ac çıxaq b kvadrat bölü 4a. Bu da bərabərdir. 4a1'dir, c k kvadratdır. Çıxaq b kvadrat, 4 vuraq k çıxaq 5'in kvadratı bölək 4'ə. Bu da kiçikdir 0'dan. 4'ə ixtisar elədim. Qaldı nə? K kvadratı çıxaq, k çıxaq 5'in kvadratı kiçik 0. Bu qarını ayırsam bunu. K çıxaq k, üstə gələk 5 vuraq. K çıxaq, üstə gələk k çıxaq 5. Kiçikcə 0. Buraya 5, 5 müsbətdir. Burada 2k çıxaq 5 kiçik 0'dan. K kiçikdir 2,5'dan. Bir k 5'dən kiçik, 2,5'dən kiçik. Deməli, bunun qiymətlər olmalıdır 2,5'ə qədər. 2,5'ə qədər ən böyük tam qiymət istəyirsə, 2'dir də olacaq. Bu da belə. Növbəti sual kompleks ədədlərə aiddir. Məxrəcin qoşmasına sürəti vurub açmaq lazımdır. Məxrəcin də qoşmasına vurub açanda 3 plus i minus 6 elədi mənə 5i. Bunda bir-birinə vuranda 2i kvadrat, deməli plus 2i 2. Məxrəc də 2 çıxaq idir. Qoşmaya vuracaqdım 5 minus 5i 2 çıxaq i. Bunda qoşmasına vuranda bura 4 plus 1. Deməli, bu kökün alt verir. Burada da 5 vuraq, 1 minus i vuraq, 2 plus i. Deməli, bərabərdir. Və 5'li 5 getdi. Buranı vuranda nə olur bəs? Deməli, 4 plus 1, 5. 5 ilə 5 ixtisar getdi. Bunları vurub açanda da eləyəcək 2. Birbaşa yazacağım. Minus i. Burada da plus i kvadrat. Deməli, bu 3 eləyəcək. 3 minus. Deməli, bunu vurub açsaydım. Ya bir də vurub açsanda. 2 plus i'yə vururum da mən bunu, elə deyil mi? Bura 5 eləyir. Burada 5 vuraq. 1 çıxaq i vuraq. 2 plus i. Vuranda 5'lərim ixtisar getdi. 1 i 2 elədi. Sonra plus 1 elədi. Eləyəcək 3. Burada da minus i. Minus i. Doğru cevap belə D variantı olacaq. 8-ci sual. 5'də 6. Onda bunu kvadrata yüksəldəcəm. Bunu kvadrata yüksəldəndə 6 eləyir də, düz deyil mi? B'nin üstündə 5'də 6 bərabər də A-nın üstündə 2'də 1. A-nın üstü 2'də 1. Cavab Y variantı. Çox sadə sual imiş. Sonra
Aha, indi bura gələk. Bu da maraqlı suallardan biridir. Deməli, bu sual kifayət qədər elə mürəkkəb sual deyil, sadə sualdır. Məsələn, modulda A bərabər kök altda A kvadratda bu qayda doğrudur. Mən bunu belə yazıram, vektorla verilib deyim, belə yazdım ha. Belə yaza bilərəm və bunu kvadrat kimi açaram. Kvadrat kimi açanda AB, BC uzunluğu düzdür. AB'nin BC'ye hasiliz. Belə bunu istəyir məndən. Bu iki hasil uzunluqları hasili vurulsun. Onlar üstə qalan kosinüsüdür. Kosinüs 90'da 0 elədiyinə görə bax, bu ikisi də burada 0 eləyəcək. Bax. Ona görə qalır kökdə 25 plus 144 o da 13 eləyir. Cavab 13'dür. İbtidai funksiyasını istəyir. 12 vuraq x üstü 6 bölü 6 plus c'ye. Bu da ixtisar gedəndə qalır 2 deməli 12 vuraq 2 x üstündə 6 plus c'ye. Cavab deməli. Bura. Tənlər sisteminin həlli belədir. Deməli, bunu yerinə yazmalıyım. 2'ni mənfi verəcək 4 plus 9 bərabər daya. A bərabər 13'ə. Burada da yerinə yazanda nə olur? 6 minus 12 bərabər B, B də bərabər mənfi 6. Cavab Y variantı. Aha. Bunun törəməsini nətər taparam? Fx bərabər yazaram bunu 2x plus 3'ün üstündə mənfi 5 kimi. Törəmə alanda üst gəlir qabağa düşür. Üstdən bir azalır. Bir də vuraq bunun törəməsi özü 2 eləyir. İndi ikisinin yeri mənfi 1 yazanda mənfi 5 vuraq 1 üstündə eləyir də bu. Mənfi 2 plus 3'ün üstündə mənfi 6 vuraq 2. Bu da eləyəcək cavab mənfi 10. C variantı. Burada P 10'dan 3 mənə nə verir? 13. Əvvəl bunu hesablayıram. Vuraq. Yaxşı belə yaz. Açıq yazısında birbaşa yazıram. 10 faktorial bölək 7 faktorial. Vuraq. 7 faktorial bölək 0 faktorial. Üstə gələ 225. Bərabər bura ixtisar gedəndə 10 faktorial. İndi bunun 100'ə bölünməsini alına qalıq istəyir. Bunu 100'ə böləndə təbii ki bu isə birinci toplanan 10 faktorial 100'ə tam bölünür. 225'i buna böləndə, 100'ə böləndə cavabda 25 qalacaq. Bunu düz yazırlar. 14. Doğranı verilir, oxşası konusun səthinin sahəsini istəyir. Bu sadədir. Doğran 5 kökdə 2'dir. Oxşasının sahəsi demək belə idi. Bura H-dır. Bura R'dir. R bura H verilir 25. Konusun tam sətdir. S tam bərabərdir. S yan plus S oturacaq. Tamam. S yan pi L'dir. Üstə gələ S oturacaq pi R kvadratdır. Onda nə qalır görək? Bura verilib 5 kökdə 2. R'i çıxartsam. H-ı verib, R'i verib. Bunda oxşasının sahəsi də 25'dir. Aha, R bura H-dır. Oxşasının sahəsi 2'dən R aydındır. R bura H. Deməli, hasili 25'dir. Bu şərt ödənir. Onda H-ın kvadratı plus R'in kvadratı bərabərdir. 5 kökdə 2'nin kvadratı o da 50 edir. Şimdi bunu bir daha yazdım belə. R plus H metrdə kvadrat çıxar 2RH bərabərdir 50. Burada yerinə yazanda bu R plus H kvadratı edir 100, onu da cəmi eləyəcək 10. Bir də minusla yazsam, R minus H-ın kvadratı üstə gələk 2RH bərabər də 50'yə, yenə 50.
Deməli, burada da yenə deməli R H-a bərabərdir. R H-a bərabərdir, sonunda buradan alıram ki, R ilə H ikisi də 5-dir. Deməli, bura 5 isə 5 kökdə 2 olmalı təbiidir. Yerinə qoyuram onda. Pi vuraq R 5, L də 5 kökdə 2. Üstə gələk pi vuraq 25. Bu da 25 pini çıxardanda 25 pini çıxardanda qalır kökdə 2 plus 1. 5 pi vuraq kökdə 2 plus 1. Cavab C variantıdır. Tamam. Oğlanlar bütün işlərin neçə faizini təşkil edir? Yarışda 150 olan 50 qız, cəmi 150 plus 50. Bu 200 nəfərdir. Bütün iştirakçıların neçə faizidir? Oğlanlar 150, 200'ün neçə faizidir? 75 faizdir. Elə deyil mi? 75 faizdir. Təbii ki, bunda 100'e vurmalıyam. Ve buranda 2'ye bölünür. Düzdür, düz edir. Sonra gəldik bura. Hansılar kəsişən iki paralel müstəvi arasındakı bucağın dərəcə ölçüsü ola bilməz? Deməli, bu mövzu nədir? Kəsişən iki müstəvidir mövzusudur. Onlar arasında qalan bucaq 0 kiçik bərabər alfada kiçik bərabər 90 şərtini ödəməlidir. Buradan da görünür ki, 96 böyükdür. Bir də bu ikisi böyük. Deməli, 1, 4 və 5-ci şərt bəndlər ödəyə bilməz. Sonra perimetri 24 düzün altı bucaqlı. Düzün altı bucaqlının qaydası var da, belədir. Demək, daxilə çəkilən çevrənin radisi budur. Xaricə çəkilənlər bunlardır. Deməli, 24'ü 6'ya böldüm, tərəf elədi 4. Deməli, bura 4-4'dür. 4 onda bura 2'dir. Kiçik yer bərabərdir onda 16'dan 4'ü çıxıram kvadratından. 12 eləyir. Deməli, elde eləyəcək 2 kökdə 3. Cavab verelim. Deməli, ABC üçbucağında A, B, bu da C üçbucağında. B iti bucaq təpəsindən BD medianı çəkilir. BD medianı çəkilir. Bu da iti bucaq deməli. AB 2'dir. BC də 2 kökdə 2'dir. CBD, CBD bucağı 30 dərəcədir. Median isə bunlar yarı burada. ABC bucağının dərəcə ölçüsünü soruşur. ABC'nin bütövlükdə hamısını. Aha. Burada bir X ya beta deyirəm, neysə bir şey deyəcəm. Deməli. Deməli, bu məsələnin həlli üçün gəlin bunu biz paralelograma tamamlayaq. Bu median veriləndə ümumiyyətlə yarıya bölür də bu bunu. Özü qədər bunu uzadıram, buraya Y yazıram. Və AB-yə paralel olan SY, bu birisini də çəkirəm, paralelograma düzəldirəm. Deməli, bu BYS üçbucağı üçün, BYS üçbucağı üçün sinuslar terimini yazacağım. Bura alfa dedim. Deməli, 2 kökdə 2'nin sinus alfa nisbəti bərabərdir. SY'nin, yəni 2'nin sinus 30 dərəcə nisbəti. Buradan 2 sinus alfa bərabərdir. Alıram 2 kökdə 2 vuraq 2'də 1. Bunlar 2'lər gedir. Sinus alfa bərabər də alıram nəyə? 45 dərəcə. Kökdə 2 bölü 2. Bunda iki halda mümkündür. Ya bu bucaq 45 dərəcədir. Ya da bu bucaq 135'dir. İndi baxıram 135 ola bilərmi ümumiyyətlə bu? 45 olsaydı bura, bu 45 olsaydı məndən tapdı, axtardı ABC bucağını soruşur. Bu birisini soruşur. Düz deyil mi? Bu birisi bucaq elə bura bərabər. Bu elə yenə də 45 dərəcə verəcəkdir. Təbii ki, bu 135 olanmaz. 135'in üstəlik 30 gələndə bu şərtə uyğun gəlmirdi. Onda məndən soruşduğu nədir? Bu deməli paralelogramda belə bir qayda var da. Bu bunun diagonaldır. Bu bucaq nədirsə, buradakı bucaq da odur. Bura 45'dirsə, onda burada hökmən 45'dir. Tamam. Növbəti sual.
Ha, bu tənliyi deyir, bu aralıqda neçə həlli var. Demək, bunun məxrəci 0 olanmaz, kosinus x bərabər 0 tənliyidir. Amma sinus x də yerək 1 ola bilmir də. İndi bu harada mümkündür? Bax, sinus x-in 1 olduğu aralıq buradır. Pi bölü 2 xəttir. Demək, pi bölü 2-ni kosinus yerək tutmayır. Yalnız buranı tuta bilər, bax, kosinus. 3 pi bölü 2'ni almalıdır. Yəni, bu burada olmalıdır. İndi mənfi 2 pi ilə 4 pi aralığını aydınlaşdırmaq istəyir. İçində neçə həlli var. Ədəd oxumu çəkirəm. Bu, deməli, 2 pi-də 1 alacaqdı. Daha doğrusu 270-də. Bir də tam dövriyyəni getməlidir. 270-in üstünə bir dənə də gələndə 360 bu dövriyyədən çıxır. Yəni, bu bir tərəfə gələn. Burada mənfi 2 pi-dir. Deməli, həm də bunun mənfi olduğu yerə bura gəlməməlidir. Bir də burada alacaqdı. Bax, mənfi pi bölü 2-də alacaqdı bir də. Mənfi pi bölü 2-də sinus mənfi 1 eləyir, amma kosinus 0 eləyir. Deməli, bu aralıqda düşdüyü yerdə deməli, bir də dövrüyə gedəcəkdi. 270, bir də 1 pi, 4 pi gedir. 2 pi bura qədər gəldi. Eləmi? Bir də bura 4 pi gələndə, bir də burada bir dövrüyə də alınacaq. Deməli, 2 dənə bu aralıqdadır, bir dənə də buradadır. 2 dənə burada, bir dənə burada, 3 dənə. Deməli, 3 yerdə bu tənliyin həlli var. Burada bir qayda yazmışdım. Deməli, yaxşı, kosinus kvadratı 4x-in bərabərdir. 2-də 1 vuraq, 1 çıxaq kosinus 8x. Belə bir qaydamız var. Gəlin yerinə yazaq. Onu deyir yerinə 2-də 1 qabağa gətirirəm. 1 çıxaq kosinus 8x bölək 1 çıxaq sinus 4x. Bunu hər tərəfindən indi L'Hopital tətbiq edirəm. Burada limit var təbii ki. L'Hopitalı gələndə burada yerinə 2-də 1 vuraq. Bunun törəməsi 8 sinus 8x. Bunun törəməsi mənfi 4 kosinus 4x. İndi x-in yerini pi bölü 8 yaza bilərəm. Burada pi bölü 8 yazanda burada pi eləyir. Cavab da yuxarı 0 eləyir, amma aşağı nə eləyir? Bir daha 0 eləyir. Onda bir də törəməyə getməliyəm. Bir də törəməyə gedəndə eləyir nə? Bunlar ixtisar gedəcək. Deməli, cavab eləyəcək. Burada mənfi qalır. Bunun törəməsi bir də 8 kosinus 8x. Bunun da bir də törəməsi mənfi 4 sinus 4x. Hə, indi yerinə qoyanda mənfilər getdi. Burada 2 qalır. Pi bölü 8-i bura yazanda kosinus pi eləyir. O da mənfi 1. Burada isə sinus pi bölü 2. Bu da 1. Cavab eləyəcək mənfi 2. 2 dəfə gedilməlidir. Və yaxud da əvəz etmək üsuluna gedə bilərdim mən. Sonra 26-cı düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilən düzbucaq təpəsindən düz çəkilən hündürlük ən qısa məsafə olmalıdır. Və tənbölən də bucağı yarıya bölünməlidir. Bunlar isə bucaq deyil 20 dərəcədir. Bu üçbucağın böyüklük bucağını soruşur. Deməli, qayda belə idi də. Hündürlük və tənbölən arasındakı bucaq bərabər idi. Beta minus alfa bölü 2 idi. Bu 20-dirsə, beta minus alfa elədi 40. Onda beta plus alfa deyəcək 90. Bunlar toplayıb yarı böləndə 2 beta bərabər 130, beta bərabər 65-ə. Böyüklük bucaq 65 dərəcədir. Tamam. Bura baxıram. Uyğunluğu deyir müəyyən elə. Aha. 0 pi bölü 2-də sinusun ən böyük qiyməti pi bölü 2-ni alırsa elə sinus 1 alır da 3 eləyir. Bunun ən böyük qiyməti 3. Deməli B variantı bura gəldi. Bu aralıqda kosinusun qrafiki belə gedir də 0 alır. Burada 0-da 1 alır. Belə düşür. 1 alabilir ən böyük qiymət. Bura sinus, kosinus 1 eləyəndə 1-dən 1 çıxanda 0 eləyir. Ən kiçik qiymət 0 verir. Ən böyük qiymətin 1 olduğu yer yoxdur.
İndi ən kiçik qiyməti nədir bu aralıqda? Bu aralıqda ən kiçik qiyməti 0-dır. Kosinusun -1 var. Ən kiçik qiymət C variantı bura gəldi. Sonra bu aralıqda bunların ən böyük ən kiçik qiyməti deməli nədən tapılacaq? Kök altında 1 plus 1. O da eləyir nə? Plus minusdur var axı. Burada kökdə 2. Aha. Deməli bu aralıqda mənfi olanmaz, yalnız müsbət ola bilər. O da ən böyük qiymət budur. Bu da abəndə bura gəldi. İndi nə qalır sonra? Ən kiçik qiyməti 0-dır. Ən kiçik qiymət hansının da 0-dır? Kosinüs x burada bu aralıqda 1 olanda bu 0 eləyir. Bunu yazdım. D variantı bura gedir. Ən kiçik qiymət 2 hansında var? Sinüs burada bu aralıqda bura düşən kimi sinüs 0-da 0 eləyir. Ona görə 2 eləyir. Deməli 2 bunun nə edir? Ən kiçik qiymətidir həm də. Sinüsün qrafik belə artandır axı. Burada 1 eləyir. Təbii ən kiçik qiymət də burada 2-dən başlayır. Deməli Y bəndə bura getdi. Bu da belə. Səhvsaları qaldı. Səhvsaları da yorumluğa inşallah davam edib yazaram.